Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Es-sani min ihkamil mubtada'i cevazu hasfihi in delle aleyhi delilun. Tegulu keyfe zeydun feyukalu fil cevabi selimun. Ey huve selimun. Es-salis ennel esle tekdimuhu alel haberi. Nehvu kavlihi Teala tilke ayatul kitabil hakim ve yecbu zalike fi mevazi'e ehemmuha. Biz keçən bəhsimizdə mübtədanı tərif etdik və həmçinin xəbəri tərif edib mübtədanın bir neçə hökmünə işarə etdik. Mübtədanın birinci hökmü bu idi ki, mübtəda gərək mərifə olsun. Əsl və qanun budur ki, mübtəda mərifə olmalıdır. Bir istisnası var idi. Nəkirə də mübtəda ola bilər, lakin əgər nəkirə müəyyənlik bir mənanı ifadə edə və sırf nəkirə həddində qalmaya, nəkirəlikdən xaric ola. Az da olsa belə. Nəkirədir, amma nəkirəliyin bir ixtisaslaşması və fayda verməsi vardır ki, 10 dənə yerdə dedik ki, nəkirə vəsfin vasitəsilə xələf ən musufin bivüquhə bə'dəl istifham bivüquhə bə'dən nəfi bitəqdimil xəbər 10 moridə işarə olundu ki, nəkirə ifadə verdiyi üçün gəlib mübtəda ola bilərdi. Mübtədanın ikinci hökmünü ki, istəyirik bugün oxuyaq. Mübtədanın həsf eləməyin caizliyidir. Əsl budur ki, kəlamda mübtəda gələrsə, mübtəda zikr olunsun. Mübtəda məsələn, Zeydun alimun mübtəda gəlməlidir. Lakin bəzi yerlərdə hər hansı bir şahid və dəlil olarsa, orada mübtədanı həsf eləmək olar. Adətən deyirlər qərinə. Yəni, mübtədanın düşməsinə, mübtədanın cümlədə nə olmağına dəlalət edən bir dəlil olsun. Bu surətdə xəbər gətirmək olar, mübtədanı həsf etmək olar. Məsələn, adətən bu sual formasında olur. Məsələn, bir nəfər soruşur səndən, keyfə Zeydun, Zeyd necədir? Sən burada deyə bilərsən ki, huvə səlimun, ya Zeydun səlimun. Yəni, mübtədanı gətirərsən xəbərlə birlikdə. Səndən soruşur, Zeyd necədir? Sən deyirsən, Zeydun səlimun, Zeyd sağlamdır. Və yaxud da huvə ilə gətirir, huvə səlimun, o soruşduğun o Zeyd səlimun. Amma həmin misalda, sualdan sonra sən mübtədanı həsf eləyib tək xəbəri də gətirə bilərsən. Elə bizim dildə də bu formada işlətmək düzgündür. Səndən sonra Zeyd necədir? Sən deyirsən, yaxşıdır, sağlamdır. Demirsən Zeyd sağlamdır. Demirsən ki, məsələn, Əli yaxşıdır. Birbaşa xəbəri gətirirsən. Ərəb dilində də əgər bir nəfər sual etdi, sual məqamında sualın cavabında sən mübtədanı həsb edə bilərsən. Burada qərinə var. Yəni, əvvəlki sual mübtədanın nə olmağını təyin edir. Artıq burada mübtədanı zikr eləməkliyə ehtiyac yoxdur. Soruşur, keyfə Zeydun, deyirsən ki, səlimun, mübtədanı həsb eləyirsən, Zeydun səlimun, ya huvə səlimun. Bu mübtədanın ikinci hökmüdür ki, bunu oxuyaq, sonra inşallah mübtədanın üçüncü hökmünə də işarə edəcəyik. Es-sani min ehkamil mubtədəi cevazu həsfihi. Mübtədanın hökmlərindən biri budur ki, onu həsf etmək caizdir. Yəni, mübtədanı həsf etmək caizdir. Min ehkamil mubtədəi, mübtədanın hökmlərindən biri də cevazu həsfihi, onu həsf eləməyin caiz olmasıdır. Nə vaxt? İndəllə əleyhi dəlilun, əgər mübtədanın olmasına bir dəlil dəlalət edərsə. Min əhkamil mübtədəi cevazu həsfihi indəllə əleyhi dəlilun. Əgər hər hansı bir dəlil olarsa ki, burada mübtəda nədir? Bu surətdə mübtədanın həsf etmək, cümlədən gətirməmək caizdir. Təqulu, misal ünvanıdır. Keyfə Zeydun. Bir nəfər sənə deyir ki, Zeyd necədir? Feyuqalu fil cavabı, cavabında deyilir səlimun. Səlimun xəbərdir. Mübtədasının mübtədası həsf olunmuşdur. Burada mübtədanın həsf olmağı caizdir. Çünki bu cümlədən əvvəl sual özü dəlalət edir ki, burada mübtəda nədir? Ey huvə səlimun. Yəni huvəni sən həsf edirsən,
xəbəri gətirirsə. Bu da mübtədanın ikinci hökmüdür ki, əgər qərinə olarsa, şahid olarsa cümlədə mübtədanı həsb eləməklik caizdir. Əs-salis ennel əslə təqdimuhu ələl xəbər. Üçüncü mübtədanın hökmlərindən budur ki, əsl və qanun budur ki, mübtəda xəbərdən qabaq gəlsin. Bu bir dənə qanundur nəhv elmində. Bir cümlədə əgər mübtəda da varsa, xəbər də varsa, əsl qanun budur ki, əvvəl mübtəda gəlsin, sonra xəbər gəlsin. Xəbər mübtədadan sonra gəlməlidir. Məsələn, Qur'an-ı Kərimdən bir ayə işarə edir. Yunus surəsi 1-ci ayə. Tilkə əyətul kitabil həkim. Tilkə mübtəda, əyətul kitabil həkim xəbərdir. Əvvəl tilkə mübtəda gəlib, sonra əyətul kitabil həkim ki, xəbər gəlib. Bəs əsl qanun budur ki, mübtəda xəbərdən qabaq gəlsin. Amma bəzən mübtədanın xəbərdən qabaq gəlməsi vacibdir. Buna diqqət edək. Yəni burada deyir, qanun budur ki, mübtəda əvvəl gəlsin, xəbər sonra gəlsin. Mənası budur ki, bəzən xəbər mübtədadan da qabaq keçə bilər. Amma bəzən keçə bilməz. İki moridə, iki yerə işarə edir ki, orada mübtədanın xəbərdən gəlməyi vacibdir və xəbər mübtədadan qabağa keçə bilməz. Buyurur ki, və yəcibü zalik, yəni xəbərin axırda gəlməyi, mübtədanın öndə gəlməyi vacibdir. Bir neçə yerdə bunlardan ikisinə işarə edilir bu kitabda. Biri o yerdir ki, o isimlər ki, mübtəda gəlib, onun kəlamın əvvəldə gəlməyi vacib olsun. Bir sıra isimlər vardır ki, onlara deyirlər terminoloji baxımdan sədarət tələb. Yəni onlar həmişə cümlənin əvvəlində gəlir. Əgər mübtəda o isimlərdən olarsa, bu surətdə mübtədanın əvvəldə gəlməyi vacibdir. Nəinki caizdir, bəlkə vacibdir. Məsələn, ismi şərt kimi. İsmi şərt nəyə misal? Misal olaraq, mən yettəqillah yecəlləhu məxrəcə. Mən burada nədir? Mən burada mübtədadır. Eyni zamanda ismi şərtdir. Hər kəs təqvalı olarsa, Allahdan qorxarsa, Allah təala ona çıxış yolu qərar verir. Mən mübtəda, yettəqillah yecəlləhu məxrəcə cümləsi, cümlə məzmu şəkildə onun nə idi? Xəbəridir. Burada mən ki mübtədadır, onun qabaqda gəlməyi vacibdir. Çünki mən ismi şərtdir və ismi şərtin cümlənin əvvəlində gəlməyi vacibdir. Və yaxud da ismi istifham da belədir. Biz ismi şərtə misal vurduqda mən yettəqillah yecəlləhu məxrəcə. İsmi istifham da belədir. Onun da sədarət tələb olmağı, kəlamın əvvəlində gəlməyi vacibdir. Məsələn, Nəml surəsinin 20-ci ayəsində misal olaraq Maliyə la ərəl hudhudə Süleyman Peyğəmbərin dilindən Maliyə, mən niyə hudhudu görmürəm hal-hazırda? Məliyə də burada manədə mübtədadır. Mübtədadır. Mübtədanın burada qabaqda, öndə gəlməyi vacibdir. Çünki ismi istifhamdır. İsmi istifhamda həmişə cümlənin əvvəlində gəlir. Pəs birinci yeri ki, orada mübtədanın xəbərdən öndə gəlməyi, qabaqda gəlməyi vacibdir. O isimlərdir ki, yəni mübtəda o isimlərdən ola ki, o isimlərin kəlamın əvvəlində gəlməyi vacibdir. İsmi şərt kimi və ismi istifham kimi. Bu birinci yer ki, burada mübtədanın xəbərə keçməyi vacibdir. İkinci yeri ki, orada da mübtədanın xəbərə keçməyi vacibdir, xəbərdən qabağa keçməyi vacibdir. O surətdədir ki, xəbər məhsur ola. Bunu yadınızda. Xəbər əgər məhsur olarsa, həmişə məhsur cümlənin sonunda gəlməlidir. Məsələn, illi ilə məhsur ola və yaxud da innəmi ilə məhsur ola. Ali İmran surəsinin 144-cü ayəsində Allah təala buyurur və mə Muhammedun sallallahu alayhi və alihi və səlləm illə rəsulun. Burada rəsul məhsurdur. Yəni demək istəyir ki, Muhammed deyil, məgər rəsul. Burada rəsul nədir? Məhsurdur. Məhsur olan şey axırda gəlməlidir. Mənası bu ki, əgər xəbər məhsurdursa, sonda gələcək, onun mübtədası qabaqda gələcək. Və yaxud da innamiyə misal vuraq. Xəbər innami ilə məhsur olub. İnnəmə nəhnu muslihun Bəqərə 11-ci ayə. Yalnız biz islah edənlərdəyik. Burada muslihun xəbərdə məhsurdur innami ilə. Burada əgər xəbər məhsurdursa, xəbər sonda gəlir. Xəbər sonunda gəlirsə, bəs mübtəda ondan qabağa keçməyi vacibdir. Bu da mübtədanın ikinci hökmüdür ki, qanun budur ki, xəbər müəxxər olsun, mübtəda müqəddəm olsun
mənası budur ki, xəbər bəzən də qabağa keçə bilər. Amma iki yer vardır ki, bu kitabda işarə olunur. Bu iki yerdə mübtədanın xəbərə qabağa keçməyi vacibdir. Bunu da oxuyaq. Əs-salisu ennel əslə təqdimuhu ələl xəbəri. Əsl və qanun budur ki, mübtəda xəbərdən qabağa keçsin. Nə kimi? Nəhvu qovlihi taala. Allah Taala'nın bu kəlamı kimi ki buyurur. Tilkə ayatul kitabil hakim. O Allah Taala'nın Kitab-ı Həkimin ayələridir. Ki Kitab-ı Həkim Quranda da Qur'anın ayələridir. Tilkə mübtəda, ayət burada. Ayatul Kitab-ı Həkim xəbəridir ki, müəxxərdir. Tilkə də əsl budur ki, mübtəda olduğu üçün qabaqda gəlsin. Əlbəttə bu qanun budur. Mübtəda xəbərdən qabağa gəlsin, bəzən əksi də ola bilər. Amma və yəcibü zalik fi məvadiə. Vacibdir bu, nə? Mübtədanın xəbərdən qabağa keçməyi vacibdir fi məvadiə. Bir neçə yerdə əhəmmuha, o bir neçə mühümmi bunlardır. Əlif. İzə kənə minəl əsmailləti ləhə sadrul kələm. Əsma-i şərt. Birinci o yerdir ki, mübtəda ola, izə kənə, zamanı ki, ola, mübtəda. Nədən ola? Minəl əsmailləti, o isimlərdən ola ki, ləhə sadrul kələm. Yəni, əgər mübtəda elə isimlərdən ola ki, o isimlərin sədr kəlamı da gəlməyi vacibdir. Sədr-ül kəlam, yəni kəlamın əvvəlində gəlməyi vacibdir. Nə kimi ki, əsma-i şərt. Şərt isimləri kimi. Əgər mübtəda elə isimlərdən ola ki, o isimlərin sədarət tələbi vardır, isim şərt kimi, bu surətdə mübtədanın xəbərdən qabağa keçmək vacibdir. Nəhv qovlihi taala. Allah Taala'nın bu qolu kimi. Və mən yettəqilləhə yec'əl lehu məxrəcə. Diqqət edin bura. Fəmən fi məhəlli rəf'in mübtədəun. Burada mən yettəqillah cümləsində bu ayədə mən kəlməsi mübtədadır, məhəllən də mərfudur. Mən çünki məbniyyatdandır, məhəllən mərfudur. Mən mübtəda, yettəqillah yec'əlləhu məxrəcə buyurur ki, və məcmuu cümləti şərt vəl cavab xəbərun ləhu. Cümlə-i şərtin məcmuəsi, yettəqillah vəl cavab və cavabla, yəni cümlə-i şərtlə, cümlə-i cavab birlikdə yettəqillah cümlə-i şərtiyyədir. Yec'əlləhu məxrəcə cümlə-i cavabdır. Bunun məcmusu bir yerdə mən isminin nə idi? Xəbəridir. Xəbərun ləhu. Bu bir. Birinci yeri ki, onların əvvəldə gəlməyi vacibdir. İsm şərtdir ki, bir dənə də misal vurduq. Mən yettəqillah yec'əlləhu məxrəcə. Və həmçinin ki, əsma-il istifham. Əsma istifham da belədir. Nəhv qovlihi taala. Mə liyə lə ərəl hudhudə. Mən nə üçün hudhudu görmürəm. Burada ma mübtədadır. Məhəllən mərfudur və cari məcrur da liyə. Cari məcrur da mütəəlləqdir bi fiili am məhsub onun xəbəridir. Buyurur ki, fəmə, burada ma, cümlədə gələn mə, fi məhəlli rəf'in, məhəllən rəf idi mübtədəun. Mübtədə olduğu üçün məhəllən mərfudur. Liyə kəlməsi ki, orada var, cari məcrur. Vəl cari vəl məcrur, liyə ki, cari məcrurdur, mütəəlliqun bi fiilin ammin məhsufun. Təqdirdə olan bir dənə fiili məhsufa mütəəlləqdir, o da qaim fiilidir. Xəbərun ləh, o da onun xəbəridir. Bəs ma mübtəda, kainun li cümləsi nədir? Onun xəbəridir. Bəs ma da burada əsma-il istifhamdan olduğu üçün və əsma-il istifhamın sədarət tələbi olduğu üçün burada mübtədanın qabaqda gəlməyi vacibdir. Bəs bu bir yer ki, burada mübtədanın xəbərdən qabağa gəlməyi vacibdir. İkinci yeri ki, orada da mübtədanın xəbərdən qabağa gəlməyi vacibdir. İzə kənəl xəbəru məhsurən bi illə əv qeyriha. O yerdir ki, xəbər illanın vasitəsilə ya illadan qeyri, illanın bacılarının vasitəsilə məhsur olsun. Məhsur, yəni burada münhəsirliyi çatdırır. Ancaq, yalnız mənasında. Nəhu, bu misal kimi. Və mə Muhammed sallallahu aleyhi və sellem illə rəsulun. Burada Muhammed mübtədadır. Rəsul xəbərdir. Burada xəbərin axırda gəlməyi, Muhammed ki sallallahu aleyhi və sellem mübtədadır, qabaqda gəlməyi vacibdir. Niyə? Çünki xəbər illanın vasitəsilə məhsur olub. Yalnız və yalnız Muhammed rəsuldur. Və yaxud da illadan başqa ki, innamiyə misal var. İnna və nəhnu muslihun. Yalnız və yalnız biz islah edənlərdənik. Burada muslihun innamanın vasitəsilə məhsur olduğu üçün mübtədanın burada da qabağa keçməyi vacibdir. Bu da
Mübtədanın üçüncü hökmü ki, əsl qabaqda olmağıdır mübtədanın xəbərdən. Amma bu bəzi yerlərdə vacib olar ki, iki yerinə işarə elədik ki, əgər mübtəda sədarət tələb olan isimlərdən olarsa, bu surətdə mübtədanın qabaqda gəlməyi vacibdir. İkinci yerdə o yerdir ki, xəbər illa və qeyri illanın vasitəsilə məhsur olsun. Bu surətdə də mübtədanın qabaqda gəlməyi vacibdir. Və mübtəda bəhsinin sonunda buyurur ki, əqsamul mübtədəi, mübtədanın qismləri. Əl-mübtədəu thələsətü əqsamin. Mübtəda üç qismdir. Sarihun və zəmirun munfəsilun kəma mərrə və müəvvəlun nəhvi qovlihi təala və ən təsbiru xayrul ləkum. Ey sabrukum xayrul ləkum. Mübtədanın bir təqsim bəndidə üç qismi vardır. Mübtəda bəzən sərih isimdir. Nə kimi? Zeydun alimun. Zeyd mübtədadır, alim xəbəridir. Zeyd burada ismi sərihdir. Əl-ilmu, məsələn, nurun. Əl-ilmu nurun. Əl-ilm mübtəda, nurun onun xəbəridir. İlm mübtədadır, ismi sərihdir. Açıq aşkar olan bir dənə isimdir. Və bəzən də zəmirdir. Bəzən də zəmir munfəsil mübtəda gələ bilər. Nə kimi? Həmin misal ki, burada innəmə nəhnu muslihun. İnnəmə nəhnu da nəhnu zəmir munfəsildir. Mübtədadır, muslihun da onun xəbəridir. Bəs mübtəda bəzən ismi sərihdir, açıq aydın olan bir ismi zahirdir, sərihdir. Və zəmirun bəzən də zəmir munfəsildir. İnnəmə nəhnu muslihun kimi. Məsələn, hətta bu misalda vura bilsən. Huvə alimun, huvə mübtədadır. Huvə burada zəmiri munfəsildir, mübtəda gəlmişdir. Bunda işğalı yoxdur. Üçüncü önəmlidir. Sərihin bilirdik. İsmi sərih mübtəda ola bilər. Zəmir munfəsildə mübtəda ola bilər ki, ona da misallar vurduq. İnnəmə nəhnu muslihun və yaxud huvə zeydun, huvə alimun. Mübtədanın bir qismi də budur ki, bəzən mübtəda ismi müəvvəldir. Yəni hal-hazırda baxanda isim deyil. Feildir. Əvvəlinə məsdər hərfi gəldiyi üçün o təvil olunur ismə. İsmə təvil olunur, olur məsdər. Bu misala diqqət edin. Bəqara surəsi 11-ci ayə. Allah təala buyurur və ən təsbiru xayrul lakum. Və ən təsbiru xayrul lakum. Bu Bəqara 11-ci ayə olmamalıdır məncə. Nəsə burada səhv verib. Və ən təsbiru xayrul lakum. Hər halda müraciət edə bilərsiniz. Amma burada diqqət edin. Ən təsbiru xayrul lakum. Necə tərkib edək buranı? Və ən təsbiru xayrul lakum. Ən təsbiru mübtəda, xayrul lakum onun xəbəridir. Ən təsbiru isimdir, xeyr. Zəmirdir, xeyr. Təsbiru fiildir, əvvəlində ən gəlib. Ən təsbiru. Bu necə oldu axı? Biz ismin qismlərindən oxuyuruq ki, bəhsimizdə isim barəsindədir. İsim mübtəda ola bilər. Burada ən təsbiru isim deyil. Cavab bundan ibarətdir. Düzdür, ən təsbiru isim deyil. Lakin ən gəlir təsbirunun başına, onu məsdərə çevirir. Çünki ən məsdəriyyədir. Feili çevirir, əvəz edir məsdərə. Məsdər də ismin qismlərindəndir. Həqiqətdə belə olur. Sabrukum xayrul lakum. Sabrukum xayrul lakum. Pəs ən təsbiruda mübtəda ən təsbirudur. Lakin ismi sərih deyil. Zəmir munfəsil də deyil. Bəlkə nədir? İsmi müəvvəldir. Yəni feil olmağına baxmayaraq təvil olunur məsdərə və məsdərə təvil olunandan sonra da məsdər də isimdir. Onun mübtəda olmağının heç bir işğalı yoxdur. Buranda oxuyaq. Əl-mübtədəu thələsətü əqsamin. Mübtəda üç qismdir. Sərihun, misal vurduq. Əl-ilmi nurun. Və zəmirun munfəsilun, zəmir munfəsil kəma mərrə. Necə ki keçdi? Harada keçdi? Həmin burada oxuduq. İnnəmə nəhnu muslihunda nəhnu mübtədadır. Zəmir munfəsildir. Və zəmir munfəsildə mübtəda ola bilər. Və üçüncüsü və müəvvəlun. Mübtədanın bir qismi də budur ki, ismi müəvvəldir. Təvil olunub. Nəhvu qovlihi təala, Allah təalanın bu qolu kimi və ən təsbiru xayrul lakum. Səbir etməyiniz xeyirlidir siz üçün. Burada ən təsbiru feil olsa da ən məsdəriyə onun əvvəlinə gəlib, onu təvil eləyib nəyə? Məsdərə. Həqiqətdə belə idi. Ey səbrukum xayrul lakum. Səbrukum bu cümlədə yoxdur. Lakin təvil olunur bu cümləyi feilliyə nəyə? Məsdərə. Bu da mübtədanın üç qismi. Mübtəda ya sərihdir, ya zəmir munfəsildir, ya da müəvvəldir. Əhkamul xəbəri. Xəbərin hökmləri. Biz xəbəri də tərif etdikdə keçən dərsdə xəbər bir isimdir ki, mübtədaya istinadı verilir və mübtədanın mənasında tamamlayır.
Bura qədər biz mübtədanın 3 hökmünə işarə etdik və həmçinin mübtədanın 3 qisminə də işarə etdik. 3 dənə hökm idi. Bu birinci bu idi ki, mübtəda gərək mərifə olsun. İkinci budur ki, mübtədanın hökmlərindən bu idi ki, mübtədanın həsb eləmək caizdir, əgər cümlədə ona dəlalət edən dəlil olarsa. Mübtədanın üçüncü hökmü budur ki, mübtəda gərək xəbərdən qabaqda olsun, əsl budur. Və mübtədanın 3 qisminə də işarə etdi ki, mübtəda ya sərihdir, ya zəmiri munfəsildir, ya da ki, ismi müəvvəldir. Bura qədər mübtəda bəhsi hökm baxımından, qismləri baxımından tamamlandı. Burada bu ki, əhkamul xəbəri, xəbərin hökmləri. Xəbərin də özünə məxsus hökmləri var. Xəbərin birinci hökmü budur ki, gərək xəbər nəkir olsun. Yəni, əsl budur ki, xəbər nəkir olsun. Əlbəttə, bəzi yerlərdə xəbər mərifə də gələ bilər. Amma əsl budur ki, xəbər nəkir olsun. Məsələn, bu vaxtda əl-ilmi nurun. Əl-ilmi mübtəda nurun xəbərdir. Əl-ilmi mərifədir, nurun nədir? Nəkirədir. Əl-ilmi mübtəda nurun onun xəbəri, nur nəkirədir. Əsl budur ki, xəbər nə olsun? Nəkirə olsun. Bəli, əgər bir cümlədə 2 dənə isim gələrsə, hər ikisi mərifə olarsa, burada hansını istəyirsən mübtəda qərar ver, hansını istəyirsən xəbər. Çünki hər ikisi mərifədir də. Əgər bir cümlədə bir mərifə varsa, biri nəkirədirsə, mərifə mübtəda olacaq, nəkirə xəbər olacaq. Amma əgər bir cümlədə 2 dənə isim gəldi, hər ikisi mərifədir. Burada sən azadsan. Hər hansını istəsən mübtəda, hər hansını istəsən xəbər qərar verə bilərsən. Məsələn, deyirsən ki, Allahu ilahuna. Allah bizim Allahımızdır. Allahu mübtəda, ilahuna xəbər. Əksini də deyə bilərsən. Deyə bilərsən, ilahuna mübtəda, Allah xəbər. Çünki hər ikisi mərifədir. Və yaxud da Adəmu əbuna. Adəm Peyğəmbər bizim atamızdır. Adəm mübtəda, əbuna xəbər. Əksi də düzdür. Əbuna mübtəda elə, Adəm xəbər götür. Çünki hər ikisi mərifədir. Yenə deyirəm, əgər biri mərifə olsaydı, biri nəkirə olsaydı, mərifəni mübtəda, nəkirəni xəbər götürməliydik. Bir halda ki, ikisi mərifədir, burada azadsan. Hansını istəyirsən mübtəda götür, hansını istəyirsən xəbər götürə bilərsən. Bu mübtədanın bir hökmü. Mübtədanın ikinci hökmü budur ki, bəzən mübtədanın, üzr istəyirəm, xəbərin hökmü. Xəbərin birinci hökmü budur ki, xəbər nəkir olmalıdır. Amma bəzən mərifə də ola bilər. Xəbərin ikinci hökmü budur ki, bəzən xəbəri cümlədən həsb eləmək caizdir. Necə mübtədanı bəzən həsb eləmək caizdir, bəzən də xəbəri həsb eləməklik caizdir. Məsələn, bir nəfər səndən soruşur ki, mən indəkə. Sənin yanında olan kimdir? Sən deyirsən Zeydun. Demirsən Zeydun indi. Yalnız və yalnız mübtədanı gətirirsən, xəbəri həsb eləyirsən. Bu nə üçün? Burada çünki qərinə var. Sual özü bir dənə qərinədir, şahiddir. Vaxtı ki, bir nəfər soruşur ki, mən indək, kimdir sənin yanında? Deyirsən Zeydun. Demirsən, ehtiyac yoxdur, deyirsən ki, Zeydun indi. Xəbəri də gətirəsən. Çünki xəbərin burada həsb olmağına dəlalət edən dəlil var idi. Necə mübtədada dedik, xəbərdə də o sözü deyər. Əlbəttə, bəzi yerdə xəbəri həsb eləmək vacibdir. Bəzi yerlərdə xəbərin həsb eləməklik vacibdir. Ən önəmli yerdə odur ki, xəbər bir dənə ümum məniyə dəlalət edən feillərdən və yaxud da isimlərdən, şibhi feillərdən olsun. Məsələn, bu misala diqqət edin, məşhur hədislərdəndir. Əl-cənnətu təhtə əqdamil ümməhət. Əl-cənnətu təhtə əqdamil ümməhət. Burada əl-cənnət mübtədadır. Təhtə əqdamil ümməhət, təhtə əqdamil ümməhət xəbər deyil. Bəlkə xəbəri məhsufdur. Çünki xəbəri ümum feillərindəndir və yaxud da məsələn ümum isimlərdəndir. Yəni əf'al-ı umum deyirlər. Əgər əf'al-ı umum olarsa, bu surətdə eləyə bilərik, yox, gərək onun xəbərin təqdirdə gətirək. Əl-cənnətu kainətun təhtə əqdamil ümməhət. Və yaxud da əl-cənnətu təkunu təhtə əqdamil ümməhət. Və yaxud da başqa bir misal. Əl-ilmi fis-suduri. Burada əl-ilmi mübtəda fis-sudur xəbər deyil. Bəlkə xəbər məhsufdur, ümum feillərindəndir. Əl-ilmu məsələn yakunu fis-sudur və yaxud da əl-ilmu kainun fis-sudur. Bu da xəbərin başqa hökmlərindən biridir ki, xəbərin bəzən həsb olunmaqlığı caizdir, bəzən də xəbərin həsb olunmağı vacibdir. Və həmçinin o yerlərdən ki, xəbərə aid olan hökmlərdəndir. Xəbərə aid olan hökmlərdən biri də budur ki, xəbərin
bir neçə cümlədə bir xəbərin, bir mübtədanın bir neçə dənə xəbərin gəlməyi caizdir. Mübtəda birdir, amma xəbər bir neçədir. Məsələn, Quranda var. Vallahu səmiun əlimun. Çoxlu ayələr var belə. Vallahu səmiun əlimun. Burada vallahu, Allah mübtəda, səmiun xəbəri əvvəl, əlimun xəbəri duvum. İkinci xəbər, birinci xəbər. Yəni, məsələn, deyə bilərsən, Zeydun alimun, şairun, müctəhidun. Bir dənə mübtədadır, amma bir neçə xəbərdir. Bunda heç bir iradə və işqalı yoxdur. Nəhayət, xəbərin axırıncı hökmü budur ki, bəzən xəbərin mübtədadan qabağa keçməyi vacibdir. Xəbərin bəzən mübtəda, biz demişik bir neçə yerdə mübtədanın qabağa keçməyi vacibdir. Amma burada deyir ki, bəzi yerlərdə də xəbərin mübtədadan qabağa keçməliyi vacibdir. O yerlərdən ki, məsələn, xəbərin mübtədaya qabağa keçməyi vacibdir. O surətdədir ki, mübtəda xalis nəkirə ola, xəbərdə zərf ola ya cari məzrur ola. Məsələn, və əla əbsarihim ğişavətun. Ğişavətun burada mübtədadır. Əla əbsarihim onun xəbəridir. Burada xəbərin qabağa keçməyi vacibdir. Niyə? Çünki mübtəda nəkirədir. Xalis bir nəkirədir. Xəbər də zərfdir burada. Cari məzrurdur burada. Ya xəbər ismi istifham olsun. Xəbər əgər ismi istifham olarsa, orada da xəbərin qabağa keçməyi vacibdir. Niyə? Çünki demişik ismi istifhamın sədarət tələbi var. Gərək öndə gəlsin. Keyfə haluk. Keyfə halukda haluka mübtədadır. Keyfə onun xəbəridir. Qabağa gəlməyi vacibdir. Niyə? Çünki keyfə ismi istifhamdır. İsmi istifhamda gərək qabaqda gəlsin. Ya mübtəda məhsur olsun. Xəbər məhsur olanda necə axıra qalırdısa, əgər mübtəda məhsur olarsa, onda o da sonda gəlməlidir. Bu da bir neçə xəbərin hökmləri. Buranı oxuyaq. Lil xəbəri əhkamun. Xəbərin bir neçədən hökmləri var. Minha ən yekuna nəkirətən. Biri budur ki, xəbər nəkirə olmalıdır. Kəma mərrə, necə ki, misalların hamısındakı işarə elədi, hamısında xəbər nə idi? Nəkir idi. Amma fəin kana mərifətin. Əgər cümlədə həm mübtəda, həm xəbər hər ikisi mərifə olarsa, fəin kana mərifətin. Əgər hər ikisi mərifə olarsa, fəcəl, qərar ver. Əyyəhuma şiitə mübtədəən vəl-axərə xəbərən. Onlardan hər hansı birini istəyirsən mübtəda qərar ver, digərini xəbər ver, xəbər qərar ver. Çünki hər ikisi mərifədir. Hər ikisi mərifədirsə, sən birini mübtəda götür, o birisini xəbər. Hansının mübtəda, hansının xəbər deyə fərq eləmir. Misal üçün, Allahu ilahuna. Allah mübtəda, ilahuna xəbər. Sən deyə bilərsən, ilahuna mübtəda, Allah xəbər. Heç işqalı yoxdur. Hər ikisi mərifədir. Adəmu əbuna. Adəm mübtəda, əbuna xəbər. Və yaxud da əbuna mübtəda, Adəm xəbər. Və Muhammedun sallallahu aleyhi və səlləm nəbiyyuna. Muhammed mübtəda, nəbiyyuna xəbər. Və yaxud da nəbiyyuna mübtəda, Muhammedun xəbər. Heç iradə və işqalı yoxdur. Bu xəbərin bir hökmü. Və minha, xəbərin ikinci hökmü. Ən yuhzəfə cəvazən. Xəbərin ikinci hökmü budur ki, həsf oluna bilər xəbər caiz olan halda. Nə vaxt izə dəlləl əleyhi dəlilun. Əgər xəbərin həsf olmağına bir dəlil dəlalət edərsə, burada xəbərin həsf olmağı caizdir. Təqulu, mən indək. Bir nəfər səndən soruşur ki, kim var sənin yanında? Fəyuqalu fil cavab. Onun cavabında deyirlər, Zeydun. Ey Zeydun indi. Sən indi xəbərin gətirməyə ehtiyac yoxdur. Çünki sualdan məlumdur. Sən rahat mübtədanı gətirirsən, xəbəri həsf edirsən. Əlbəttə gətirə də bilərsən. Deyə bilərsən Zeydun indi. Amma gətirməyə də bilərsən. Bəs xəbərin burada həsf olunmağı caizdir. Amma və vücubən fi məvaziə. Bir neçə yerdə də xəbəri həsf eləməklik vacibdir. Bu diqqət edin, burada vacibdir. Əhəmmuha, ən mühimi budur. İza dəllə əla vücudin ammin. Əgər xəbər ümumi bir varlığa, yəni əfal ümumdan olarsa və yaxud da şibhi feillər ki, ümuma dəlalət edir, onlardan olarsa. Bu harda olar? Və zəlikə fīmə izə təəlləqə bihi zərfun əv məzrurun, əv carrun və məzrurun. Bu da o surətdədir ki, o vücuda amma dəlalət edən feilə və yaxud da şibhi feilə zərf ya cari məzrur mütəəlləq olsun. Əvvəl zərfə misal vurur. Əl-cənnətu təhtə əqdamil ümmahat. Əl-cənnət mübtəda. Təhtə əqdamil ümmahatun xəbəri deyil. Bəlkə təhtə zərfdir, mütəəlləqdir o xəbərə. Xəbər həsf olunub, ümuma dəlalət elədiyi üçün. Burada xəbər nə idi? Əl-cənnətu kainətun təhtə əqdamil ümmahat. Cənnət anaların qədəmlərin altında olandır. Əv təkunu. Təkunu feildir, kainətun isimdir, şibhi feildir. Və yaxud da əl-ilmu fis-sudur. Burada əl-ilmu kainun fis-sudur. Və yaxud da əl-ilmu yekunu fis-sudur. Əl-ilmu mübtəda, xəbər burada həsf olunub. Xəbərin də burada həsf olunmağı vacibdir. Çünki xəbər
ümum vücuda dəlalət edən fiillərdəndir ki, zərf ya cari məcrur ona mütəlləq olmuşdur. Fissudur cari məcrurdur, mütəlləqdir məhsuba. Ey kainun yəkunu. Əvvəqə bə'də ləvla. Ya da xəbər ləvladan sonra gələrsə. Əgər xəbər ləvladan sonra gələrsə, orada da xəbərin həsf olmağı vacibdir. Nə kimi? Ləvləddin ləhələkənnas. Əgər din olmasaydı, insanlar həlak olardı. Ləvləddində bu din mübtədadır. Xəbəri məhsufdur. Ləvladan sonra xəbərin həsb olmağı vacibdir. Lazım deyil deyəsən ki, ləvləddin mövcudun ləhələkənnas. Burada ləvləddin mövcudun xəbər həsb olunub, həsb olmağı da caiz, vacibdir ləvladan sonra. Bu da xəbərin ikinci hökmü. Bəs xəbərin birinci hökmü budur ki, nəkirə olmalıdır. Xəbərin ikinci hökmü budur ki, bəzi yerdə xəbərin həsb olunmağı caizdir, bəzi yerdə də xəbərin həsb olunmağı vacibdir. Xəbərin üçüncü hökmü budur ki, asandır bu da. Minha cəvazı təaddudihi vəl mübtədəu vahidun. Xəbərin bir neçədən olmağı caizdir, bir halda ki, mübtəda vahiddir. Nə kimi? Nəhvü qovlihi təala. Vallahu səmiun əlim. Allah mübtədadır, mübtəda vahiddir. Səmiun əlim 2 dənə xəbərdir. Sən 3 dənə də gətirə bilərsən. Misal vurdum. Zeydun alimun, şairun, mustəhidun ilə axir. Bu da xəbərin üçüncü hökmü ki, mübtəda bir olsa da xəbərin mütəəddid gəlməyə caizdir. Nəhayət xəbərin axırıncı hökmü və minha vücubu təqdimi ələl mübtədə fi məvadiə. Bir neçə yerdə xəbərin mübtədadan önə keçməyi vacibdir. Vücubu təqdimi ələl mübtədə fi məvaziə. Bir neçə yerdə mübtədadan qabağa keçməyi xəbərin vacibdir. Əhəmmuha, ən mühümü budur. İzə kanəl mübtədəu nəkirətən məhzə, məhzə xalis. Birinci o yerlərdən ki, xəbər mübtədadan gərək qabağa keçsin, o yerdir ki, mübtəda xalis bir nəkirə olsun, nəkirə isim olsun. Vəl xəbəru zərfən, əvcarən və məcruran. Xəbər də zərf ya cari məcrur olsun. Bu surətdə xəbərin qabağa keçməyi nədir? Vacibdir. Nəhvü qovlihi təala və əla əbsarihim ğişavətun. Burada əla əbsarihim ğişavətunda ğişavətun mübtədadır. Onun xəbərin ki, əla əbsarihimdə qabağa keçməyi vacibdir. Çünki ğişavətun nəkri məhzədir, əla əbsarihimdə cari məcrurdur. Əv kanəl xəbəru ismə istifhamin. Ya xəbər ismi istifham olarsa. Xəbər ismi istifham olarsa da burada da xəbərin qabağa keçməyi vacibdir. Nə kimi? Çünki sədarət tələbdir də. Nəhu keyfə haluk. Ey, burada keyfə xəbərdə qabağa keçməyi vacibdir. Haluk mübtədadır, gərək müəxxər olsun. Çünki keyfə sədarət tələb olan isimlərdəndir. Əv kanəl mübtəda məhsurən bi illə əv mənaha. Ya mübtəda məhsur olub mütəəxxir olacaq, illanın vasitəsilə ya illanın mənasında olan ədatların vasitəsilə bu surədə də xəbərin qabağa keçməyi vacibdir. Nəhvu ma xaliqun illallah. Burada ma xaliqun illallah, burada Allah mübtədadır, məhsurdur illi ilə. Bəs xəbərin qabağa keçməyi vacibdir. Və ya innəmə adilun əliyyun. Burada əliyyun mübtədadır, məhsur olduğu üçün innəmə üçün adil ki, xəbərdə qabağa keçməyi vacibdir. Sallallahu əleyhi və səyyidina Muhammed və alihi tahirin.